Azərbaycanda bəzi sahibkarlar, yeni başlamış startaplar sürətli böyümək üçün lazım olan bir çox şey edirlər. Amma ən vacib məqamı gözdən qaçırırlar. Bax, məsəl üçün, məhsullarının keyfiyyətini artırırlar, buna fokuslanırlar, bu çox önəmlidir. Sosial mediada məzmunlar paylaşırlar, brend formalaşdırırlar, bu da öz yerindədir. Auditoriyalarını da orada maarifləndirir, dəyər yaradırlar, güvən formalaşdırırlar. Əla, hər şey qəşəng, amma bir şey unudurlar. Və bu unutduqları şey əslində onların sürətli böyüməsi üçün lazım olan ən vacib texnikadır, ən vacib tooldur. Və maraqlısı odur ki, hamı bunu eləyə bilər. Və mən istəyirəm ki, bildiyim bu sirri indi sənlə də bölüşüm, amma burada yox. Çünki hal-hazırda kamera çəkir. Hamının içində olmaz, ayıbdır bunu bölüşməyim. Cəmaatın biznesi var. Ona görə belə eləyək, mən kameranı söndürüb, sənə bunu indi izah edəcəm. Amma eyni zamanda da istəyənlər olsa, bu videonu görüb, baxan, onlar da şərhə sir sözü yazsınlar. DM-də onlara da göndərəcəm. İndi söndürəm, söhbətimizi eləyəm. Siz də söhbətə qoşulmaq istəyirsə, şərhə sir yazın, bölüşəcəm sizinlə. Baba, bu çox önəmlidir. Bandır, çay, qənd.